Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve ashabih. Ve men tebi'hum bi ihsan ila yevmiddin. Ve selleme teslimen kethira. Amma ba'd. Biz keçən dərsdə İmam Bərbəhər Rəhməhullahın Şərh Sünnə kitabını oxumağa başladıq və inşallah həmin kitabı oxumağa davam etdirəcəyik və üçüncü başlıqda İmam Bərbəhər Rəhməhullah buyurur: "Vel-ususu'l-lezî tubna aleyhi'l-cemâ'a ve hum ashabu Muhammedin sallallahu aleyhi ve sellem ve radiyallahu anhum ecma'in ve hum ehl-sünne vel-cemâ'a. Femen lem ya'khuz anhum faqad dhalla ve ibtada'a ve kullu bid'atin dalâle ve dalâletu ve ehluha fi'n-nâr." Bu üçüncü başlıqda buyurur Rəhməhullah. Biz öncədən qeyd etdik ki, keçmiş alimlərin yəni, kitablarında, əsasən də tövhid kitablarında ayırmazlar. Şirkin neçə qismi var və yaxud tövhidin neçə qismi var və s. kimi. Lakin onlar qeyd edədilər ki, Peyğəmbər s.ə.v-in sünnəsi nədir? Peyğəmbər s.ə.v-in bizə əqidənin nəyi buyurub? Necə olmalıyıq? Və o zaman ki, bidət əhli artmağa başladı, onlar kitablarına biraz da əlavələr etdilər bu məsələlərdə. O məsələlərdə ki, bəzi insanlar cəvalatə düşüb, qeyd etməyə başladılar kitablarında onlara rədd cavablarını. Lakin onlar rədd olaraq deyil. Bizim həmin məsələdə əqidəmiz necə olmalıdır? Filan məsələdə filan firqə cəvalatə düşüb və qeyd edirlər ki, kitablarında həmin məsələdə bizim əqidəmiz, yəni Əhl-i Cəmanın əqidəsi necə olmalıdır? Və İmam Bərbəhər Rəhməhullahın üslubu budur. Və ona görə kitabında bütün kitabı müxtəlif mövzulardan, başlıqlardan ibarətdir. Bütün kitabı müxtəlif mövzularda, başlıqlardan ibarətdir. Və bu başlıqlardan dedik, üçüncüsündə buyurur Rəhməhullah: "El-ususu'l-lezî tubna aleyhi'l-cemâ'a hum ashabu Muhammedin sallallahu aleyhi ve sellem radiyallahu anhum ecma'in." Cemaatın, biz cemaat haqqında danışmışıq. Cemaat nə olan şey demişik? Nədir cemaat? Müsəlman bir topluma cemaat deyilir. Hər bir müsəlman toplumu cemaatdır mı? Yox. Yəni, sufilər müsəlman toplumdur. Cemaat təbliğ müsəlman toplumdur. Xavariclər müsəlman toplumdur. Amma cemaat adlanmır. Cemaat haqq üzərində olan cemaatdır. Quran və sünnədən yapışan, Peyğəmbər s.ə.v-in yolu ilə gedən cemaat, o cemaat olardır. Və sən haqq üzərində tək olsan, dedik ki, bil ki, sən tək cemaatsan. Niyə? Çünki sən o cemaatlansan. Sən səhabələrlənsən, sən Peyğəmbər s.ə.v-lənsən. Ona görə sən cemaatsan. Tək olsan belə cemaatsan. Və yaxud da cemaat biri olsun ki, Amerikada yaşayır, biri İndoneziyada, biri Azərbaycanda, lakin hamısı haqq əqidə üzərində, onlar bir cemaatdır. Hərəsi bir diyarda yaşayırsa, onlar bir cemaatdır. Ona görə bir toplum, müsəlman cemaat adlanmır. Əhl-i cemaatın etiqadına görə cemaat kimdir? Haqq üzərində olan toplum. Haqq üzərində olan, hansı ki, Peyğəmbər onları vəsf edib. Hədisdə buyurur ki, "Lə yəzəl taifətun min ümməti zahirinə aləl-haqq." Mənim ümmətimdən haqq üzərində zahir olan, yəni haqdan möhkəm yapışan bir dəstə əskik olmaz. Və hədis uzun. Yəni, qəsd olunan cemaat həmin tayfadır ki, onlar həmişə haqq üzərindədir. Və buyurur Bərbəhər Rəhməhullah, o cemaat, həmin yəni haqq üzərində olan cemaatın əsası, kökü, yəni o cemaat nəyin üzərində qurulur? Həmin əsas səhabələrdir. Peyğəmbər sallallahu aleyhi ve sellem'in səhabələrdir. Allah onların hamısından razı olsun. Və buyurur: "O hum əhl-sünnə vəl-cəmaə." Həmin səhabələr, əhl-sünnə cəmaə onlar özləridir. Yəni biz deyək, biz əhl-sünnə vəl-cəmaəyik. Yəni bizim kökümüz və bu cemaatın kökü kimdir? Səhabələrdir. Cemaatın əsasını onlar qurublar. Və buyurur: "Fəmən ləm yəxuz anhum fəqad zallə və ibtədə." Əgər kim onlardan götürməzsə, yəni onların yolu ilə getməzsə, onların yolundan başqa bir yol özünə yol seçərsə, buyurur Rəhməhullah, artıq o zəlalətə düşmüş və bidət etmiş olar. Zəlalətə düşmüş və bidət etmiş olar. Zəlalət, açıq aydın məlumdur, zəlalət nədirsə. Yəni, haqq yolundan azmaq həmçinin bidət nədir? İslam dininə gətirilmiş yeniliklər. Peyğəmbər s.ə.v-in vəfatından sonra dinə gətirilmiş hər bir yenilik bidətdir. Və buyurur Rəhməhullah, kim əgər onların yolundan başqa bir yol özünə yol seçərsə,
onların dediyindən başqa bir şeyi götürərsə, özləri üçün, yəni bir əqidəni götürərsə, artıq zəlalətə düşmüş və bidət etmiş olar. Və bundan sonra bidət haqqında buyurur, və kulli bidətin zalalə. Və hər bir bidət də zəlalətdir. Hər bir bidət də zəlalətdir. Hər bir dində olan yenilik zəlalətdir. Və sonra buyurur, və zalalətu və əhluhə finnər. Zəlalət əhli də cəhənnəmdədir. Zəlalət əhli də cəhənnəmdədir. Və bundan sonra 4-cü başlıqda buyurur rəhməhullah və qalı Ömər ibn Xattab radiyallahu anhu Ömər ibn Xattab radiyallahu anhu buyurur Lə udra li əhədin bil zalaləti rakibəhə həsibəhə hudən Zəlalətdə olan, zəlaləti haqq sahib onun ardınca gedən heç bir kəsin üzrü ola bilməz. Və lə hudən tərəkəhə həsbəhə zalalə və yaxud da hidayət yolunu haqqı tərk edib, onu zəlalət sayan bir insanın, yəni haqqı zəlalət sayıb onu tərk edən insanın üzrü ola bilməz. Fəqad bu yinətil umur və təbətil hüccə artıq hər bir şey bəyan olunub və hüccət sabit olmuşdur, yəni dəlil, sübut qaldırılması sabit olmuşdur. Və inqata üzr və üzr bitmişdir. Və zəlikə ənnəs-sünnətə əl-cəmaə qad əhkəməhə əmrəd-dini kullu. Ona görə ki, artıq sünnə bütün dini işləri yəni yer etmişdir, hökm vermişdir. Və təbəyyənə linnəsi fəalən-nəsi əl-ittibə. Və hər bir şey insanlara aydın bəyan edilmişdir, açıq aydın öyrədilmişdir və insanların üzərinə vacib olan haqqa ittiba etmək, yəni haqqın arxasında getməkdir. Təbii ki, bu kəlmələrin ola bilsin ki, şərhi bugünə çatmadı, lakin Ömər radiyallahu anh bu kəlmələri kiməsə qaranlıq qalmamalıdır. Yəni, onun şərhini gərək izləsin hər kəs. Çünki olsun ki, kimsə elə belə kəlməni zahiri ilə götürsə, ona, yəni, məsələn, anlamında problemlər yaransın. Lakin inşallah birinci başlığı Allahın izinlə çalışıb bugün şərhini oxuyub çatdıraraq. Buyurur birinci başlığın şərhində, hansı ki o başlıqda buyururdur rəhməhullah, bu cəmaatın əsası kökü səhabələrdir. Buyurur, Qultu əshəb Muhammedin sallallahu aleyhi ve sellem hum əsasu nəhci sələfi əlləzi yəsiru aleyhi əhl-sünnə cəmaə. Buyurur rəhməhullah, yəni sələfi yolu, hansı biz adlandırıq özümüzü sələflərik, sələfi yolunun əsasını, kökünü səhabələr təşkil edir. Yəni bizim ilk sələflərimiz kimlərdir? Onlardan öncə Peyğəmbər sallallahu aleyhi ve sellem. Sələf sözün mənası ötüb keçən deməkdir. Bizdən ötüb keçən hər bir kəs sələfdir. Və sələf salih və yaxud da bizim sələflərimiz dedikdə o kəslər həmin ötüb keçənlərdən salih olanlardır. Və təbii ki, İslam dinində ötüb keçmiş, yəni bizdən öncə yaşamış və salih olan ilk kəs Rasulullah s.ə.v. Və sonra onun səhabələri. Ona görə biz sələfiyik deyəndə sələfilər həmin kəslərin yolu ilə gedənlərdir. Onlar və onlardan sonra gələn haqq üzərində olan insanların. Və səhabələrin tərifi haqqında buyurur rəhməhullah Əshab-ı Muhammedin sallallahu aleyhi ve sellem kullu mən sahibəhu və yev səətən əv ləqiyyəhu və yev mərrətən hədə tərifu səhabə. Səhabələrin tərifi odur ki, o kəs ki, bircə dəfə də olsun belə və yaxud da bir saatlıq olsun belə Peyğəmbər sallallahu aleyhi ve sellemlə rastlaşsın. Bu, səhabələrin ümumi tərifidir. Müsəlman kəslər, o müsəlman ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə olsa belə və yaxud da bir az müddətlik olsa belə rastlaşmış olsun. Bu, səhabələrin ümumi tərifidir. Lakin xüsusi tərif, hansı ki, o hədis elmində qəbul edilir, yəni hədis rəvayəti baxımından buyurur alimlər Əs-səhabiyyü huvə mən ləqiyyən nəbiyyə sallallahu aleyhi ve sellemə müminən bih və mətə alə zəlik və in təxəllət riddətən fil əsəh. Buyurulur, kim əgər Peyğəmbər s.ə.v-i mümin olaraq görsə, daha doğrusu ona iman gətirərək görsə və onun üzərində ölsə, yəni iman üzərində ölərsə. Yəni səhabə o kəsdir ki, Peyğəmbər s.ə.v görsün və ona iman gətirsin. Və iman üzərində ölsün. Yaxşı, buradan kimlər çıxır? Peyğəmbər s.ə.v görüb,
lakin iman gətirməyənlər. Səhabə deyil. Həmçinin Peyğəmbər s.ə.v görüb, iman üzərində ölməyib. Məsələn, münafiqlər, məsələn, sonra İslamı tərk edənlər və s. Sonra tərifə şeyx əlavə edir, ixtilaf olduğuna görə deyir ki, doğru rəyə görə İslamdan çıxdıqdan sonra yenidən İslama qaydanlar. Yəni, hətta ortada İslamı tərk etsə belə, yəni Peyğəmbər s.ə.v ona iman gətirərək gördüyü zaman onu iman gətirmişdi və sonra İslamdan çıxıb və yenidən İslama gəlib iman üzərində ölübsə, onlar da səhabədir və bu məsələdə ixtilaf olduğuna görə şeyx buyurur, doğru rəyə görə. Aleyküm sələtlə barakatuhu. Yəni, doğru rəy budur. Və alimlərdən bəziləri həmin kəsləri səhabə görməyiblər. Onlara təbiin hökmü veriblər, lakin doğru rəyə görə onlar da səhabələrdir. Və bu tərifə görə, yəni bu islahi tərifə görə, hədislərin tətbiq etdiyi bu tərifə görə, əgər kim Peyğəmbər s.ə.v görübsə və yaşı az isə onlar səhabəlikdən kənardılar. Niyə? Kim deyə? Çünki tərifə edilir ki, müminən bir, ona iman gətirərək və az yaşlı iman gətirməyin nə olduğunu bilmir. Yəni, ayırt etmə yaşına çatmayan insan, biz bilirik ki, insanın həddi buluğa çatınca bir ayırt etmə yaşı da var. Yəni, insan öncə çatır ayırt etmə yaşına və sonra çatır həddi buluq yaşına. Olsun ki, insan həddi buluğa çatmıyor, lakin ayırt etməni bilir. İman gətirmə və s. kimi şeyləri bilir. Əgər insan ayırt etmə yaşına çatmayıbsa, o zaman o səhabə adlanmır və onun etdiyi rəvayətlər də, yəni onun Peyğəmbər s.ə.v etdiyi rəvayətlər də təbiin rəvayəti kimi qəbulunur, lakin ümumi tərifə görə qeyd etdik ki, onlar səhabədilər. İlən fələ buddə ən yəkunə səhabi əlləzi yuqal ləhu səhabiyyun ən yəkunə ində liqaihi linnəbi sallallahu aleyhi ve sellem mu'minən bi ənəhu Rasulullah sallallahu aleyhi ve sellem. Və ona görə şeyh deyir ki, səhabə adlandırdığımız, yəni həmin islahi mənada səhabə adlandırdığımız kəs Peyğəmbər s.ə.v gördüyü zaman onun rəsul olduğuna iman gətirmiş olmalıydı. Yəni ağlı dərk etməlidir ki, o səhabədir və o Allahın rəsuludur və ona iman gətirmiş olsun. Və bu tərifə görə fəyəxruc bihədəl qeyd əlləzi utiyə bihim ilə sinni الذي أتي به إلى النبي صلى الله عليه وسلم فهنكهم وهم صغار بعد ولادة كابن أبي طلحة ومحمد بن أبي بكر وأمثالهم وإنهم لا يعدون الصحابة. Buyurur ki Şeyh Həfzəhullah və bu tərifə əsasən o kəslər ki, körpə yaşına Peyğəmbər s.ə.v-in yanına gətirilmişdilər. Peyğəmbər s.ə.v onları təhnik etməsi üçün, yəni Peyğəmbər s.ə.v-in yanına körpə uşaqlar gətiriləndə Peyğəmbər s.ə.v xurmanı ağzına çeynəyər və sonra həmin körpənin ağzına, həmin xurmanın əzilmişini dodaqlarına, yəni ağzına sürtərdi. Buna ərəbcə təhnik deyirlər. Təhnik edilməsi üçün onun yanına gətirilən körpələr səhabə adlanmırlar, əgər yəni təmiz yaşına çatmayıblarsa Peyğəmbər s.ə.v-in sağlığında. Və şeyx misal gətirir bu cür yəni şəxslərə İbn Əbi Talhə, həmçinin Muhammed ibn Əbu Bakr, Əbu Bakr adamın oğlu Muhammed bu cür körpələrdən oldular. Yəni, onlar çox az yaşlarında, ayırt etmə yaşına çatmadan Peyğəmbər s.ə.v-lə rastlaşıblar, lakin onlar ayırt etmə yaşına çatanda artıq Peyğəmbər s.ə.v həyatda deyildi. Amma qavlu bi-ənəhu ləv təxəlləf riddətən fə-innəhə lə tuxricuhu ən kəvnihi səhabi və o kəslər ki, şeyh deyir, onlar Peyğəmbər s.ə.v-in vəfatından sonra İslamdan çıxıb, sonra yenidən İslama qayıdıblar. Dini tərk edib, sonra yenidən dinə qayıdıblar. Onlar səhabə, yəni səhabələrin dairəsindən kənara çıxmırlar və bu kəslər misal olaraq şeyh buyurur. Əş'əf İbn Qeys, hansı ki riddədən sonra yenidən İslama qayıdıb. Və Talhə Əl-Əsədi, həmçinin Amr bin Ma'd Yakrub, həmçinin Uyeynə İbn Həsin və bu cür şəxslərin sayı daha artıqdır, yəni var başqaları da. Hansı ki, onlar Peyğəmbər s.ə.v-in zamanında
iman gətirib, sonra İslamdan çıxıb, yenidən İslama qayıdıblar, yəni iman gətiriblər və bu cür insanlardan hətta Buxari və başqaları rəvayət ediblər. Yəni, onların rəvayətlərini səhabə rəvayət kimi qəbul ediblər. Və həmçinin Peyğəmbər zamanında yaşayıb, lakin iman gətirməyib. Sonra iman gətirənlər kim adlanır? Təbiin adlanırlar. Onlar təbiin adlanırlar. Və bu cür insanlar da yəni, olmuşdur. Peyğəmbər görüb, lakin iman gətirməmişlər. Yalnız Peyğəmbər vəfatından sonra iman gətirmişlər. Həmçinin insanlar olmuşlar ki, onlar Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında yaşayıb, iman gətirib, lakin Peyğəmbər sallallahu aleyhi ve sellem görməyiblər. Onlar muxadram adlanırlar. Muxadram adlanırlar. Yəni, onların rəvayətləri təbiin rəvayəti hökmündədir. Təbiinlərin rəvayəti hökmündədir. Körlər də orada daxildir. Yox, inşallah. Buyurur Şeyh Həfzəhullah, Həuləyi qad kənə ləhum ciflə bə'də muvtin Nəbi sallallahu aleyhi ve sellem thumma adu iləl İslam bə'də zəlik və nəfəallah bihim fil futuh və alə həzə fələm yəzəl ən əhədin minhum ismu səhabi və innəmə yəzulu əmmən irtəddə və mətə alə riddə. Və Şeyh buyurur Həfzəhullah, və bu cür insanlar Peyğəmbər s.ə.v-dən sonra küfrə qayıdıb, sonra yenidən İslama qayıtmış və Allah s.ə.v onların əli ilə İslama çox faydalar vermişdi. Fütuhətlərdə, yəni İslam dininin yayılmasında, cihadlarda və s. Lakin səhabə adından o kəslər çıxır ki, onlar Peyğəmbər s.ə.v-in zamanında iman gətirmiş, onun vəfatından sonra mürtədd olmuş, lakin və yaxud da zamanında olsa belə, sonra isə İslama qayıtmamışdı və şeyh o kəslərə misal çəkir. Onlardan biri Ər-Ricəl İbn Ənfu Əl-Hənəfi. Bu kəs, yəni Museyləmə Kəzzəb özünü Peyğəmbər elan etdiyi zaman ona iman gətirmişdi. Ona iman gətirmişdi, yəni onun Peyğəmbərliyinə iman gətirmişdi və sonra haqqa qayıtmadan küfr üzərində vəfat etmişdi və bu cür kəslər səhabə dairəsindən kənardadırlar. Səhabələrin fəzilətinə gəldikdə, səhabələrin fəziləti, yəni fəzilətinə dair saysız hesabsız dəlillər var. Həm Qurandan, həm sünnədən. Həm Qurandan, həm sünnədən saysız hesabsız dəlillər var. Allah subhanət hala onların fəziləti haqqında buyurur, Muhammedun Rasulullah vəllezine məhu əşiddə aləl-kuffar ruhəmə beynəhum tərahum rukkə'ən succədə yəbtəğunə fadlən minəllahi və ridvanə. Fəth surəsinin 29-cu ayəsində Allah subhanət hala buyurur, Məhəmməd Allahın Rəsuludur və onunla bərabər olanlar, onun ətrafında olanlar, yəni səhabələr kafirlərə qarşı şiddətli, öz aralarında isə bir-birinə qarşı rəhmlidirlər. Sən onları ruku, səcdə vəziyyətində görərsən, yəni ibadətlərdə, namazda görərsən, onlar Allahın fəzilətini və Allahın razılığını umurlar. Allahın fəziləti və Allahın razılığı üçün çalışırlar. Həmçinin Allah subhanətlə buyurur, لَقَدْ تَابَ اللّٰهِ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذ۪ينَ اتَّبَعُوهُ فِي سِعَةِ buyurur, bu ayda Allah subhanətələ artıq Allah Teala Peyğəmbəri, mühacirlərin və ənsarların, hansı ki onlar haqqa və Peyğəmbər s.ə.və ittiba etmişlər, onun arxasına geçmişlər, çətin anlarında o kəsləri Allah Teala tövbələrini qəbul etdi. Allah subhanətəlanın rəhməti onlar üzərində şək yoxdur, genişdir. Allah subhanətəlanın rəhmətindən o səhabələr o dərəcəyə yüksəliblər. Və bu Allah Teala'nın öz Peyğəmbərinə seçdiyi səhabələrə verdiyi fəzilətdir. Bircə dəfə onunla görüşməklə, bircə dəfə onu görməklə bu, yəni yüksək mərtəbəyə yüksəliblər olar. Həmçinin Allah subhanahu teala səhabələr haqqında başqa bir ayədə buyurur, Əs-səbiqunəl əvvəlun minəl mühacirinə vəl ənsar vəllezine təbə'uhum bi ihsan radiyallahu anhum
və radu anh. O kəslər ki, mühacirlərdən və ənsarlardan o kəslər ki, iman gətirməkdə başqalarından önə keçmişlər, yəni daha öncə iman gətirmişlər, onlar haqqında Allah Subhanahu taala buyurur və həmçinin yaxşı işlərdə, yəni tabi olmuşlar, onlar haqqında Allah Subhanahu buyurur, Allah onlardan razıdır, onlar da Allahdan. Allah onlardan razıdır, onlar da Allahdan. Və təbii ki, Allah Taala'nın razılığı ən yüksək dərəcədir. Allah Taala'nın insandan razılığı bu Allah Subhanahu Taala'nın bəndəsinə olan rəhimliyinin ən yüksək dərəcəsidir. Tövbə surəsinin 99-100-cü ayələrində. Və təbii ki, Allah Taala'nın razı qaldığı insanı cəhənnəm görməz. Cəhənnəm o kəsləri yandırmaz. Həmçinin başqa ayədə Allah Subhanahu taala buyurur: "Vəllezîne câ'u min ba'dihim yəqulûne Rabbena ighfir lenâ ve li'ihvânellezîne sebekûne bil îmân ve lâ tec'al fî kulûbina gillen lillezîne âmenû Rabbena inneke raufun rahim." Bu ayədə Allah Taala buyurur, Həşr surəsinin 8-9-cu ayələrində buyurur Allah Subhanahu taala, o kəslər ki özlərindən öncə iman gətirənlər üçün dua edərlər və deyərlər ki, Rabbena ighfir lenâ, ey Rəbbimiz bizi bağışla, və li'ihvânellezîne sebekûne bil îmân, və bizdən öncə iman gətirənləri. Və təbii ki, ilk öncə iman gətirənlər səhabələrdir. Bu ayəyə ən birinci səhabələr daxildir. Təbii ki, kim bu ayə ilə, yəni kim bu duanı edərsə, özünə əvvəlki bütün möminlər aiddir. Lakin təbiinlərə nisbətən onlardan öncə yalnız səhabələr var. Yəni, ilk öncə bu ayənin altına səhabələr daxildir. Və duanın sonunda Allah Subhanahu buyurur: "Və la tec'al fî qulûbina gillen lillezîne âmenû." Bizdən, yəni iman gətirənlərə qarşı bizim qəlbimizdə kin, küdurət yaratma. Bu ayə açıq aydın dəlildir ki, müsəlmana haramdır ki, səhabələrə qarşı kin, küdurət daşsın qəlbində. Və vacibdir ki, müsəlman kəs özündən öncəki müsəlmanların bağışlanmasını Allahdan istəsin. Lakin o kəs ki, müsəlmanları şək yox ki, ən öndə də müsəlmanlar ki, səhabələr gedir, təkfir edər, onlara qarşı kin, küdurət daşıyar, onları söyər və s. Allah qorusun bizi belə böyük günahlardan. Şək yox ki, onun cəzası şiddətlidir. Həmçinin hədislərdə səhabələrin fəziləti haqqında yəni, çox dəlillər vardır. وقد أمر النبي صلى الله عليه وسلم بإكرام أصحابه واتباع أثارهم وسننهم فقال في حديث الإفتراق Peyğəmbər hədislərində səhabələrin ardınca getmək, onların yoluna ittiba etmək haqqında dəlillər vardır və iftiraq hədisində, hansı ki hədis öncə keçmişdir, müsəlman ümmətinin, yəni Yahudilərin 71, Xristiyanların 72, müsəlmanların 73 yeri parçalanacağı hədisdə sonunda buyurulur: Humullezine alə mislimə ənə aleyh və əshabi. Səhabələrin vəsifində, bəyanında Peyğəmbər buyurur, daha doğrusu haqq yolu, o bir firqə ki, o yolla gedəcək, onların yolunu bəyan edək Peyğəmbər buyurur, mənim və mənim səhabələrimin bugün yaşadığımız İslamı yaşayan kəslər, bugün nəyin üzərindəksə o cür olan kəslər, onlar haqq yolundadır. Həmçinin Ərbəd bin Səriyə radiyallahu anhunun hədisində buyurulur: Fəaleykum bi sünnəti və sünnəti xulefər raşidin əl-mehdiyyin addu aleyhə bin nəvaciz. Bu hədisdə Peyğəmbər buyurur: sizə sünnətimi və raşidi xəlifələrin, hidayət edən raşidi xəlifələrin sünnətini tərk etdim, ondan ağzı dişlərinizlə yapışın. Sonra Peyğəmbər buyurur: və iyyəkum muhtəsətil umur, və nə badə dində yeniliklər edəsiniz, dində yeniliklərdən çəkinin.
fənnə kulli muhdəsətin bid'ə. Həqiqətən hər bir bidət, hər bir yenilik bidətdir və kulli bidətin zalalə və hər bir bidət cəlalətdir. İbn Battar rəhməhullahın İbənə kitabında rəvayət etdiyi, Ömər ibn Xattab radiyallahu anh rəvayət etdiyi hədisdə buyurulur, Əhsinu ilə əshabi. Peyğəmbər buyurur, mənim səhabələrimə ikram edin. Əhsinu ilə əshabi. Başqa bir rəvayət isə buyurulur, Usikum bi əshabi, thumməl-ləzinə yəlinəhum, thumməl-ləzinə yəlinəhum. Sizə səhabələrimi tövsiyə edirəm. Yəni, onların ardınca getməyi, onların yolundan sıx yapışmağı, sonra onların ardınca gələnləri, yəni təbinləri, sonra onların ardınca gələnləri, yəni təbinləri, ətbə təbinləri. Və təbinlərin tərifini bilirik. Təbinlər kimdir? Səhabələri iman üzərində görənlər, iman görən və iman üzərində ölən təbin və yaxud da ətbə təbin də təbinləri görərək, iman üzərində ölən kəslərdir. Həmçinin başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur, Lə təsubbu əhədən min əshabi. Mənim səhabələrimdən heç kəsi söyməyin. Lə təsubbu əhədən min əshabi fənnə əhədukum ləv ənfəqə mislə uhudin zəhəbə mə ədrəkə muddə əhədihim və lə nasifə. Bu hədisdə Peyğəmbər buyurur, mənim səhabələrim söyməyin, əgər sizlərdən biriniz Uhud dağı boyda, Uhud dağı Mədinənin kənarında olan ən böyük dağdır, Uhud dağı boyda qızıl infaq etsə, Allah yolunda paylaşsa, onların, yəni səhabələrin bir ovuc və yaxud da yarım ovuc qədər etdiyi sadaqaya belə çata bilməz. Və bu hədisi Peyğəmbər s.ə.v o zaman ki, Abdurrahman İbn Avfla Xalid bin Valid arasında kiçik mübahisə olur və sonra Peyğəmbər s.ə.və şikayət olunur vaxtda, o zaman Peyğəmbər s.ə.v bu hədisi deyir. Və Peyğəmbər s.ə.v fərq qoyur bu hədisdə ilk iman gətirənlərlə onlardan sonra iman gətirən səhabələr arasında. Və hədisi söylüyor, yəni əmr edir, bu hədislə xitab edir, sonra iman gətirənlərə. Düşünün, əgər səhabələrin öz aralarında öncə iman gətirənlərlə sonra iman gətirənlər arasında belə fərq varsa, baxın bizim halımıza. Və yaxud da onlardan sonra gələn hər bir kəsin halına kimin haqqı çatar ki, səhabələr haqqında əskik bir söz söyləsin. Şeyx buyurur, وَقَدْ تَبَيَّنَ مِنْ هَذَا الْعَرْض أَنَّ السَّحَابَ رَضِيَ اللّٰهُ عَنْهُمْ hum ususu əhl-i sünnə vəl-cəmaə. Və yəni bu hədislərdən və ayələrdən və hədislərdən açıq aydın görünür ki, səhabələr bu cəmaatın, yəni İslam cəmaatının, əhl-i sünnə cəmaatının bir köküdür, əsasıdır. فَمَنْ لَمْ يَأْخُذْ عَنْهُمْ فَإِنَّهُ يُعْتَبَرْ قَدْ ضَلَّ. Və kim əgər səhabələrdən qəbul etməzsə, səhabələrin yoluna tabi olmazsa, o artıq zəlalətə düşmüş olar. وَيُسْتَدَلُّ عَلَى ذَلِكَ بِالْخَوَارِجِ الَّذِينَ كَفَّرُوهُمْ. Və həm bu, yəni yolda zəlalətə düşənlərdən bir qismi də, bir dəstə də xavaricilərdir. Yəni diqqət edin, gecə-gündüz danışılır xavaricilərdən və başqa zəlalətdə olan firqələrdən. Heç özünüz özünə fikirləşirsiniz ki, nəyə görə xavaricilər haqqında Peyğəmbər s.ə.v buyurub ki, onlar İslamdan çıxırlar, necə ki, ovdan dartılıb çıxarılır. Onlar haqqında Peyğəmbər s.ə.v buyurub ki, onlar cəhənnəmin itləridirlər. Onlar haqqında Peyğəmbər s.ə.v buyurub ki, harada görsəniz öldürün, əgər mən rastlaşsaydım öldürərdir. Nəyə görə? Yəni, hansı işi gördülər ki, onlara qarşı bu sözlər söyləndi? Diqqətləyin şeyxin kəlmələrinə. Və buyurur şeyx, وَلَمْ يَأْخُذُوا السُنَّةَ عَنْهُمْ. Ona görə ki, xavariclər sünnəni səhabələrdən götürmürdülər. فَمِنْ أَجْلِ ذَلِكَ ضَلُّوا. وأخبر النبي صلى الله عليه وسلم أن فرقة الخوارج يمرقون من الدين مروق السهم من الرمية. Ona görə ki, onlar dedik sünnəni səhabələrdən
götürmürdülər və buna görə də Peyğəmbər s.ə.v onların cəlalətli olmasını və onların İslam dinindən oxun ovdan çıxdığı kimi çıxmasını söylədi, xəbər verdi. Və ennəhum şərrul xalq, həmçinin Peyğəmbər s.ə.v xəbər verdi onlar haqqında ki, onlar yaradılmışların ən pisləridir, ən şər insanlardır. Və ennəhum kilabun nar, buna görə də Peyğəmbər s.ə.v xəbər verdi ki, onlar cəhənnəmin itləridirlər. Yəni, kök hardan başlayır? Onların səhabələrin yolu ilə getməməsindən. Və mənə dəlikə illə liənnəhum tərəku əs-sünnətəlləti həmələhə əshəbi Rasulullah sallallahu aleyhi ve sellem. Və bunların hamısının səbəbi odur ki, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsini daşıyan səhabələrin yolunu getmədilər. Bundan başqa bir yol seçdilər özlərinə. Fələm tənfəuhum qiraətumun lil-Qur'an. Və onların oxuduqları Quran onlara fayda vermədi. Və lə kəsrəti salatihim və ibadətihim. Və onların çox ibadətləri, namazları onlara heç bir fayda vermədi. Hansı ki, onların Quran haqqında Peyğəmbər buyurur, onların oxuduqları Quran boğazlarından aşağı keçməz. Hədisdə Peyğəmbər buyurur, sizlərdən biriniz özünü eybləyər onların namazının, orucunun və s. ibadətlərinin yanında. Yəni, çox ibadət edəndilər. Lakin onların o çox ibadətləri, onların o çox Quranları və s. onlara qiyamət günü heç bir fayda verməz. Səbəb nədir? Əksinə Peyğəmbər onlar haqqında buyurdu, bəli, kənu kilabun nar. Əksinə onlar cəhənnəmin itləridirlər. Yəni, bu qədər ibadətlər, filan, heç nə fayda vermədi. Səbəb nədir? Səhabələrin yoluna getməməsi. Səhabələrin yoluna getməməsi onların bu cəhalətə düşmələrinin səbəbidir. Nəinki səhabələrin yoluna getmədilər, əksinə səhabələri təkfir edirlər. Və qalə ənhum nəbi sallallahu aleyhi ve sellem Ləyin ədrəktuhum ləəqtulənnəhum qatlə adin. Əgər mən onlarla, Peyğəmbər onlar haqqında buyurur ki, əgər mən onlarla rastlaşsam, onları ad qövmü kimi məhv edərəm. Başqa bir rəvayət gəlir, qatlə Səmud. Səmud qövmü kimi onları məhv edərəm. الحديث ما هو السبب الذي جعل الخوارج يضلون. Və bu şey sual qoyur. Yəni, düşünün, səbəb nədir? Səbəb nədir ki, səhabələr bu zəlalətləri düşdülər? Hansı ki, onlar haqqında bu cür şiddətli hədislər söylədi Peyğəmbər. Əs-səbəb əlləzi cəaləhum yulliyuna ennəhum tərəku əl-məsdər əl-thəni min məsadir şər'iyyə. Səbəb odur ki, onlar şəriətin ikinci əsas məsdəri olan, yəni kökü olan, mənbəyi olan, yəni əsası tərk etdilər. O əsas dedik nədir? Səhabələrin yolu idi. Və kəffəru əl-həmələ. Həmçinin həmin sünnəni daşıyan, Peyğəmbər sünnəsini daşıyan insanları təkfir etdilər. Və ənkəru fədlə əshab-ı Rasulullah s.ə.v. Həmçinin Peyğəmbər səhabələrinin fəzilətini inkar etdilər. Və həkəmu aleyhim bir riddə və səhabələri mürtədliklə ittiham etdilər. Və xuludu finnər və həmçinin səhabələrin əbədi cəhənnəmlik olacaqları ilə ittiham etdilər. Və rəvəl xavaric alə vülət və rəvəl xuruc alə vülət həmçinin onlar hakimlərə qarşı çıxmağı, onlara qarşı xuruc etməyi icazəli görürlər. Xaracu alə Ali ibn Əbi Talib, həmçinin onlar Ali ibn Əbi Talib radiyallahu anh'a qarşı çıxmışlar. Fəqatələhum həttə qatələ fihim məqtələtən azimə. Əli radiyallahu anh onlarla döyüşdü, yəni xavariclərlə döyüşdü, hətta onlardan böyük bir əksəriyyətini yəni öldürdü. Və ləhədə və mən ittəbə əl-hudə min qeyri məsadirihi əzalləhullah. Və buna görə də əgər kim hidayət yoluna, haqq yoluna doğru olmayan mənbələrdən yapışarsa, Allah onu cəlalətə salar. Yəni, bu hər bir kəsdə əsl olmalıdır, kök olmalıdır. Həmişə hansısa bir sözü eşləndə, kimsəsi gəlb dəvət eləyəndə, sizə hansısa bir fikri yerdəndə, bu əslə, bu kökə diqqət eləyin. Həqiqətən o deyilmiş kəlmə Qurana, sünnəyə və eyni zamanda
səhabələrin yoluna uyğun gəlir, yoxsa yox? Əgər uyğun gəlmirsə, bu kökə, bu məslərə, bu mənbəyə uyğun gəlmirsə, artıq onların dediyi Qurandan ayə olsa belə, eyni vaxtda bunların hamısına uyğun gəlməzsə, Qurandan ayə olsa belə onlardan söz qəbul olunmaz. Çünki Əli radiyallahu anhu xavaricə haqqında buyurur, yəqulunə haqq və yuridunə bihi batil. Onlar haqq kəlmə deyirlər, dillərində dedikləri ayə idi. Allahın hökmü ayələrini gətirirdilər. Lakin məqsəd batil məqsədləri idi. Məqsəd batil idi. Ona görə səni dəvət edən kəsə, sənə dini yerdən kəsə, elm yerdən kəsə, sən diqqət etməlisən. Onun söylədikləri, həmin məslərləri hamısına uyğun gəlir, yoxsa yox. Və buyurur Şeyx Rəhməllah, bu məsadir-i şər'iyyə, şəriətin məslərləri isə bunlardır. Kitabullah və sünnət-i Rasulullah sallallahu aleyhi ve sellem la yuğni əhəduhmə anil-əxər. Birinci məslər, birinci mənbə Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsidir. Və bunlardan biri digərindən ayrılmaz hissələrdir. Yəni, Quran sünnəsiz, sünnə Quransız təsəvvür etmək mümkün deyil. Buna görə şeyh buyurur, Fəl-Qur'an lə yu'raf mə'nəhu və məqasiduhu illə bis-sünnə. Quranın mənası və onun qəsdi, yəni Qurandakı ayələrlə qəsd məqsədlər sünnəsiz başa düşülməsi mümkün deyil. Və bi elmi səhabə radiyallahu anhum. Həmçinin səhabələrdən gələn, yəni səhabələrin elmi olmadan Quranın anlaşılması, başa düşülməsi mümkün deyil. Buna görə də İbn-i Battə rəhməhullahın İmran bin Həsindən radiyallahu anhdan rəvayət etdiyi hədisdə bu açıq aydın görünür. O zaman ki, bir kişi İmran bin Həsin radiyallahu anh dedi ki, mənə Qurandan başqa bir şeylə, yəni dəlil gətirmə. Buyurur, la tuhaddəsu illə bimə fil Quran. Həmin insan deyir ki, Qurandan başqa bir şeylə danışmayın. Yəni, yalnız Qurandan danışın. Və o kəsə İmran bin Həsin radiyallahu anh cavab verir. İnnəkə lə əhmaq. Həqiqətən sən axmaqsan, ağılsızsan. وجدت في القرآن صلاة الظهر أربع ركعات والعصر أربعا لا تشر في شيء منهما. Sən Qurandan tapa bilərsənmi? Zöhr namazı 4 rəkətdir və əsr namazı 4 rəkətdir və 4 rəkətin 4-ündə də astadın oxuyacaqsan Quranı. وَالْمَغْرِبَ ثَلَاثًا تجهر بالقراءة في ركعتين ولا تجهر في الركعة. Həmçinin Qurandan tapa bilərsənmi ki, məğrib namazı 3 rəkətdir, birinci 2 rəkətində səslə oxuyub, sonuncu rəkətini səssiz oxuyacaqsan. وَالْإِشَاء أربع ركعات تجهر بالقراءة في ركعتين ولا تجهر بالقراءة في ركعتين. Və həmçinin işə namazı 4 rəkətdir, ilk 2 rəkətində səslə, son 2 rəkətini isə səssiz oxuyacaqsan. وَالْفَجْرَ رَكَعَتَيْنِ تَجْهَرْ فِيهِمَا بِالْقِرَاءَةِ. Və həmçinin sabah namazı, fəcr namazı 2 rəkətdir və sən hər ikisində səslə oxuyacaqsan. Yəni, bunu Qurandan tapa bilərsənmi? Əgər kimsə deyirsə ki, yalnız Quranla hökm verin və Quranilər firqə var, bilirsiniz, Qurandan başqa bir şey qəbul etmirlər və onların yolunda gedənlər çoxdur. Yəni, onların qarşısına sual qoymaq lazımdır. Siz tapa bilirsinizmi bunu? Necə tapa bilərsiniz axı? Yalnız bu, səhabələrin yolu ilə mümkündür. Yalnız səhabələrin yolu ilə. Lakin, bugün təzə cavab ala bilərsiniz təbii ki, bu suala. Əgər siz onların qarşısına bu sualı qoysaz, təzə cavab var bəzi firqələrdə. Kim deyər, hansı cavabdır? Hə. O firqədən yoxdur. Var. Hal-hazırda, yəni, tək-tək az-az da olsa, yəni, onlar haqqında xəbərlər gəlib çatır. Hə. İlham. O firqələr iddia edirlər ilhamı.
Bəli, onların şeyxlərinə ilham verilir və həmin ilhamla da hər şey olar birbaşa Peyğəmbər s.ə.v və sahabələrin vasitəsi olmadan nəinki Quranı ondan da daha çoxlarını bilirlər. Lakin iddia batil iddiadır. İddia batil iddiadır. Peyğəmbər s.ə.v vəhiyin bitdikdən sonra, vəhiy kamil olduqdan sonra heç kəs Qurana başqa bir açıqlama gətirə bilməz. Və kim gətirərsə, özündən bir şey iddia edərsə ki, ona belə bir şey verilib, açıq aydın küfr etmiş olar. Və bəhailər yəqin eşitmişsiniz. Bəbilər yəqin eşitmişsiniz. Həmçinin sufi təriqətlərin bir çoxlarında bu iddialar var. Lakin iddia batil iddiadır və iddiaçı da həmin iddiası ilə küfr etmiş olur. Lakin onun şəxsiyyətin yəni hökmünə gəlincə isə əgər bu məsələyə kiməsə uyaraq bunu söyləyən adam cahilliyindən üzrlü ola bilər. Ona görə ola bilsin ki, bu sualı kimisə qarşısına qoysaz, sizə belə bir cavab versin. Yəni, Quranı sünnədən və səhabələrin fəhmindən başqa bir açıqlayacaq bir şey tapa bilərlər olar sizin üçün. Və həmçinin bu mənalı rəvayətlər İmran ibn Həsündən başqa səhabələrdən də rəvayət olunmuşdur. Yəni, başqa səhabələr də rədd cavabı olaraq, yalnız Quranla hüküm istəyənlərə rədd cavabı olaraq xavaricilərə və digərlərinə qarşı bu və yaxud bu mənalı cavablar vermişlər. Və şeyh buyurur, yəni, ənə sünnətə məbniyyətun li-Qur'an vəl-ləzīnə bəlləğu əs-sünnətə hum əshəb-ı Muhammedin sallallahu aleyhi ve sellem və aleyhim mədar sünnə. Və Quranın açıqlayıcısı sünnədir. Və sünnə bizə yalnız səhabələrin yolu ilə gəlib çatmışdır. Yəni, sünnənin kökü, qaydışı səhabələrdir. Biz sünnəni yalnız səhabələrin vasitəsi ilə öyrənə bilərik. Və ona görə bizim öndərlərimiz səhabələrdir. Bizim yol göstərənlərimiz Peyğəmbər s.ə.v-dən sonra səhabələrdir. Və ona görə də bizim üzərimizə vacibdir ki, biz onların yolu ilə gedək. Əgər kimsə bundan başqa bir yol seçərsə özünə şək yoxdur, açıq aydın cəhalətə düşmüşdür. Buna görə İmam Bəlvəhər rəhməhullah 3-cü başlığın sonunda buyurur və kulli bidətin rəyalə və hər bir bidət cəlalətdir. Ey kullu mə ibtudiə fid-din fəhuvə zalalə. Yəni, dinə gətirilmiş hər bir yenilik cəlalətdir. Lənnəl mübtədi yəzəmhu bi ibtidaihi əmran. Ona görə ki, mübtədi, yəni ki, bidət edən kəs bidətində iki şeydən birinə yəni iki şeydən birini etməyə vadardır. Birincisi odur ki, ona deyildikdə sənin etdiyin bu əməl, yəni dinə sonradan gətirilib. Birinci, onun cavabı ola bilər ki, İslam kamildir. İslam kamildir və İslamın heç bir yeniliyə ehtiyacı yoxdur. Allah Subhanahu Quranda buyurur İslamın kamil olmasını və Peyğəmbər s.ə.v hədislərində buyurur İslamı insanlara tam çatdırmasını. Ayədə Allah buyurur, kim deyər ayəni? Necə buyurur Allah? Əl-yevmə əkmət ləkum dinəkum. Allah buyurur, Məidə 3-də, Məidə surəsinin 3-cü ayəsində sizə dininizi tamamladım. Kamil etdim. Və Peyğəmbər s.ə.v Allah-u Teala'nın şahidliyini gətirərək buyurur ki, mən sizə hər şey çatdırdım. Vida xütbəsində. Bu zaman olsun ki, yəni həmin bidətçinin birinci cavabı olsun ki, o etdiyi əməl dinə əlavədir. Və bu dəlillər qarşısına çıxdığı zaman sussun və yəni özünün əlavə etdiyini boynuna alsın. Bu halda şək yoxdur ki, həmin bidətçi özü təsdiq edir ki, etdiyi əməl zəlalətdir. Peyğəmbər s.ə.v hədisləri ilə. İkinci hal ola bilsin ki, özünün etdiyi əlavəni əlavə hesab etməsin. Yəni, onu dindən hesab etsin, dindən söyləsin. Bu halda da o artıq dinin kamil olmadığını iddia etmiş olar. Yəni, iddia edir ki, din kamil deyil.
Allah Subhanahu dini, burada iki hal ola bilər. Ya Allah Teala öz dini kamil göndərməyib və yaxud da Allah Teala kamil göndərib, lakin Peyğəmbər sallallahu aleyhi ve sellem lazımınca çatdırmayıb insanlara. Nəyisə gizlədir. Və hər iki kəlmə küfürdür. Ona görə həmin bidətçi iki yolun birində qalır. Ya söyləsin ki, dedikləri artıqdır, özün zəlalətli olduğunu, öz etdiyin zəlalət olduğunu təsdiq eləsin və yaxud da dinə əlavə etdiyini söyləsin və bu da Allah və Rasuluna qarşı küfürdür. Hər iki halda, yəni Allah Teala naqis göndərib və yaxud da Peyğəmbər sallallahu gizlədib, hər iki kəlmə küfürdür. Ona görə İmam Malik rəhməhullah buyurur: "Mən ibtida fil İslam bid'atan yaraha hasanatan faqad za'ama anna Muhammadan khana risalata." Buyurur İmam Malik rəhməhullah, kim əgər İslam dinində bidət, yəni yenilik edərsə və sonra etdiyi həmin yeniliyi yaxşı yenilik adlandırarsa, gözəl yenilik görərsə, o Məhəmmədin, yəni Peyğəmbər s.ə.v-in xəyanət etdiyini iddia etmiş olar. Ona görə ki, Allah s.ə.v buyurur: "Əl-yevmə əkmət ləkum dinəkum." Çünki Allah s.ə.v Məidə surəsi 3-cü ayəsində buyurur: "Mən sizin dininizi kamil etdim." فَمَا لَمْ يَكُنْ يَوْمَئِذٍ دِينًا فَلَا يَكُنْ الْيَوْمَ دِينًا. Buyurur kəlamının sonunda, Peyğəmbər s.ə.v zamanında dindən olmayan bir şey bugün də dindən olmaz. Onun kəlməsi bugün yox, ta qiyamətə qədərdir. Yəni Peyğəmbər s.ə.v zamanında dindən olmayan bir şey qiyamətə qədər də dindən ola bilməz. Din bütün zamanlarda, bütün məkanlarda qorunub saxlanandır. ومن هنا يتبين أن كل بدعة في الإسلام فهي تسمى ضلالة. Ona görə də buradan açıq aydın görünür ki, İslam dinə gətirilmiş hər bir yenilik İslam dinində nə adlanır? Zəlalət adlanır. Ona görə də Ərbad ibn Sariyə radiyallahu anhu hədisində Peyğəmbər s.ə.v buyurur: "Fəaleykum bi sünnəti və sünnəti xulafər raşidin el-mehdiyyin." Sizə sünnətimi və raşidi xəlifələrin sünnəsini tərk edirəm. Ondan yapışın. Və buyurur, öncə Peyğəmbər buyurur, ondan yapışın. Sonra buna əlavə olaraq, təkid olaraq buyurur: "Addu aleyhə bin nəvaci." Onu azı dişlərinizlə tutun. Yəni, azı dişləri ən sıx tutan dişlərdir. Ən möhkəm yapışan dişlərdir. Buyurmadı başqa bir şeyi. Yalnız buyurur ki, mənim və səhabələrin sünnətindən az dişlərinizlə yapışın. Və sonra bu da kifayət etmədi. Peyğəmbər daha əlavə etdi, bəyan etdi. Buna əlavə olaraq Peyğəmbər bəyan etdi: "Aleykum və iyyəkum muhtəsətil umur." Nə badə bidət edəsiniz, nə badə yenilik edəsiniz. Yəni, bu qədər açıq aydın dəlildən sonra bir bidətçinin bidət etməsi, bir bidətçinin səhabələrin yolunu özünə yol görməməsi, yəni şək yoxdur, açıq aydın zəlalətdir. Necə ki, bunu bizim kəlamımız yox, Peyğəmbər s.ə.v-in kəlamları açıqlayır. Və hədisin bəzi rəvayətlərində də qeyd olunur: "Kulli dalalətin finnər", bütün zəlalətlər cəhənnəmdədir. Ona görə də İmam Bərbəhər rəhməhullah kəlamının sonunda buyurur: "Və dalalət və əhluhə finnər." Zəlalət əhli də cəhənnəmdədir. Zəlalət əhli cəhənnəmdədir sözünün kiçik şərhə ehtiyacı var. Yəni, təbii ki, məsələ aydın məsələ, bundan öncə də bunun haqqında çox danışılıb. Lakin zəlalət əhli, yəni bidət əhli olsun ki, Allah Subhanahu taala o kəslərdən kimlərsə bağışlasın. Ona görə də biz 72 firqə haqqında, hansı yollar haqqında Peyğəmbər buyurub, cəhənnəmlikdirlər, bizim etiqadımız nədir onlar haqqında? Onlar müsəlmanlardır. Onlar bizim müsəlman qardaşlarımızdır. Və onların da içərilərindən olsun ki, kimsə birbaşa cənnətə girsin. Lakin əksəriyyət bidətlər, zəlalət içində olduğu üçün Peyğəmbər onlar haqqında buyurmuşdur, onlar cəhənnəmlikdirlər. Və hər bir müsəlman haqqında bizim etiqadımız nədir? Hər bir müsəlman haqqında da, hər bir tövhid əhli haqqında etiqadımız odur ki, onlara vəd edilmiş cəhənnəm əbədi deyil. Əbədi cəhənnəm yalnız kafirlərə məxsusdur.
yalnız kafirlərə məxsusdur.